Sever yeni mahnıları ilə səhnədə yenidən diqqət mərkəzinə çevrildi. Güclü ifası və səhnə obrazı sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Bir çox izləyici onun görünüşünü və səhnə tərzini məşhur müğənni Sibelcana bənzətdi. Bəs siz necə düşünürsünüz? Bu bənzərlik doğrudanmı var? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın. Teşekkür edirik. Severi alkışlarla yola salırıq. Allah can sağlığı versin. Konser verirəm sizə, pulsuz konser. Stəkan gətirin, çay içək. Ajda Pekkan. Məzələrini sən, gəl görüm Ajda Pekkan, gəl. Gəl ölkənin Ajda Pekkanı, gəl. Ajda Pekkan heç məndən xəbəri yoxdur. Sən xəbəri yoxdur, Ajda Pekkan bütün gün sənin profilinə baxır. Ay canlar, niyə bəyənmirsiniz? Bu cür qızın canlısını bəyənməmək olar. Ölkənin Ajda Ebru'su. Əla mən sənə Ajda Pekkan deyirəm, bunlar Ebru deyirlər. Ay qız, bunlar sənə Ebru Gündeş deyirlər burada. Başqa nə deyirsinlər sənə? Özünü hansı yerdə layiq görürsən, sevə qısa baxan. Mən özümü, yüksələn. Mən sözü bıraxıram izləyicilərimə. Uşaqlar nə olaraq bunu görürsünüz deyin. Məni nə, haralar, görürlərsə. Ya, hansı ulduzdur bu? Deməli olayım. Hansı ulduzdur? Yo, ulduzun adını yazsınlar. Yo. Sibelcan deyirlər sənə. O qədər gözəl. Mən Ajda Pekkan onunla da yüksəkdə görürəm Mən səni. gözəl deyiləm, amma onlar gözəldir. Ay qız, hansı harda görsən Ajda Pekkan, Sibelcan qərar verdiniz. İkisindən bir, mən desəm Ajda Pekkan. Məncə də əlçəkmişdə qəşəng olur. Gözəllik. Amma bunlar səni Sibelcan olaraq görür. Ajda Pekkan rəqsi keçir, nə olur? Nə rəqs məktəbinə qoysam, çox qəşəng olur. Sibelcan olaraq görürlər səni. Günələ baxın. Çox, pulca. Günəl axıdı ki, Uşaqlar tıkıb yandır, min takip atın, qurban olun. Bir mahnı yazdırıb. Uşaqlar bir mahnı yazdırıb, indi oxuyacaq onu. Hamı takip atsın. 150 nəfər ekran da Ölkənin əsas yulduzu efirdə. Falan, hoş gəlmişsiniz. Geçək. Nə qəşəngdir, gördün Sevər? Günel, danış gör kimdir? Mən neyim abi, danış. bura bayılır. Hərci ailədir. Nə yazırsın uşaqlar, heç görmürəm heç yazıları. Sözünüz varsa mənə WhatsApp-a yazın, orada nömrəmiz var. Həqiqi, sözünüz varsa WhatsApp-a yazın. Bir də mənə yazın uşaqlar. Bioya yazın, mən özümcə oxuyuram hamısını. Yara sıra. Ölkənin Ajda Pekkanı da qalıb ortalıqda görək.